müşahidə elədim. Lukashenko deməli Belarus xalqına müraciət edib, Vladimir Putin həmin məsələyə vurğu salaraq dedi ki, mən diqqətlə sizə qulaq asdım və Lukashenko çox narahatlıqla, düzdür, biraz zarafata salıb dedi, ancaq çox narahatlıqla dedi ki, artıq əski bir söz demədim ki. Yəni, təsəvvür eləyin, bir ölkənin prezidenti öz xalqına müraciət eləyir və Rusiya prezidenti ilə görüşdə artıq əski danışmadığını dəqiqləşdirmək istəyir. Yəni, onun rəyini, onun münasibətini bilmək istəyir və görünür Putin təbii olaraq Lukashenkonun danışığından çox razı qalıb, deyir, yox, çox faydalı bir çıxış idi, öz xalqına müraciətin çox dəyərli idi. Deməli, müstəqil bir ölkənin başçısı öz xalqına müraciət eləyəndə belə Putin nəzarətini hiss eləyir. Görəsən, mənim xalqıma dediyim sözlər onun xoşuna gəldimi? Və bu fikirdən sonra onun bığlarını daraması məclisdə məndə deməli iki qat bir ironik, istehzalı münasibət yaratdı. Sanki bir-biri ilə uyuşmayan münasibət idi. Yəni, bığ bilirsiniz ki, bizdə bir Koroğluq kompleksidir, bir, nə bilim, kişiliyin, hətta lap olsun avtoritarizmin bir nümunəsidir. Ancaq bığlarını o şəxslə darayan insan öz rəhbərlik elədiyi ölkədə, öz xalqına elədiyi müraciətə, kiminsə qiymətinə bu dərəcədə diqqət kəsilməməlidir. Bundan bu dərəcədə narahat olmamalıdır. Çünki ölkə də onundur, vətəndaş da onundur, azadlıq da onundur. Buna ən azı hörmət eləmək lazımdır.